İnsultdan əvvəlki xəbərdar edici əlamətlər nələrdir? Qəfil danışıq pozulur. İnsan qəfil sözləri düzgün deyə bilmir, danışığı dolaşır, deyilənləri anlamır. İnsan sizə baxır, amma sadə bir cümləni deyə bilmir və sizə cavab verə bilmir. Digər ikinci bir əlamət, üzün bir tərəfində əyrilik yaranır. İnsandan gülümsəməsini istəyin. Əgər ağzının bir tərəfi aşağı doğru düşürsə, demək ki, bu zaman üzün bir yarısına zəiflik yaranır və insultun mühüm əlamətlərindən biridir. Bir tərəfli ətraflarda qəfil zəiflik yaranır. Zəiflik ilə yanaşı bəzən keyimə də nəzərə çarpa bilər. Dördüncü əlamət, qəfil görmə pozulur. Bir və ya iki gözdə qəfil görmənin pisləşməsi, iki görmə sahəsinin itməsi ilə özünü büruzə verə bilir. Beşinci əlamət isə qəfil və ya çox güclü baş ağrısı, xüsusilə əvvəllər heç vaxt olmayan, qəfil başlayan çox şiddətli baş ağrısı ciddi qiymətləndirilir. Bəzən bununla yanaşı ürəkbulanma, qusma, şüur dəyişikliyi də ola bilər. Əgər bu əlamətlər sizdə varsa, demək ki, insult başlayıb və nevroloqa müraciət etmək vaxtıdır.